Salam, hər vaxtınız xeyir olsun. Sizə izah edəcəm işıq kvantlarını. Deməli, uşaqlar, birincisi Newton mexanikası və Maxwell elektrodinamikası qanunları əsasında təbiətdə baş verən hadisələr izah olunurdu. Sadəcə Newton mexanikası sürəti işıq sürətindən qat-qat kiçik olan cisimlər üçün doğru idi. İşıq sürəti ilə yayılan zərrəciklərdə isə artıq bu qanunlar ödənmirdi. Maxwell elektrodinamikası da ona görə də mikro aləmdə baş verən fiziki hadisənin izahında böyük çətinliklərlə qarşılaşdı. Daha sonra uşaqlar 20-ci əsrin əvvəllərində iki fundamental nəzəriyyə, nisbiyyət nəzəriyyəsi və kvant nəzəriyyəsinin yaradılması ilə hansı ki bu problemlər öz həllini tapdı. Kvant nəzəriyyəsi tarixən istik şüalanmasının öyrənməsi prosesində yaranmışdır. İstik şüalanması ilə bütün qızdırılmış cisimlər özlərinin elektromaqnit dalğaları buraxırlar və həmin elektromaqnit dalğaları yəni şüalandırırlar. Bu şüalanma bütün temperaturlarda baş verir. Temperaturun yüksəlməsi şüalanmanın intensivliyi artır, spektral tərkibi dəyişir. Temperaturun yüksəlməsi ilə onun intensivliyi artır və spektral tərkibi dəyişir. Məsələn, közərdilmiş bərk cisimlər və mayelər bütöv şüalanma spektri verir. Yəni kəsilməz. Bütöv kəsilməz deməkdir. Bütöv, yəni kəsilməz. Bunu nələr verdi? Bərk cisimlər və mayelər. Deməli, belə şüalanma spektrində 0 ilə sonsuzluq intervalında bütün tezlikli dalğalar iştirak edir. Həmin şüalanmanın enerjisi tezlikdən, temperaturdan və dalğa uzunluğundan asılıdır. Həmin şüalanmanın enerjisi tezlikdən, temperaturdan, bu temperaturda period deyil, dalğa uzunluğundan tərs mütənasib asılıdır. Bir cisim dedik ki, bütün temperaturlarda özünün elektromaqnit dalğasını şüalandırır və şüalandırdığı kimi bu enerjini də şüalandırmaqla yanaşı udurlar. Şüalandırma, udulma, yəni həm şüalanma baş verir, həm də udulma baş verir. Bütün enerjini udan cisimə mütləq qara cisim deyir. Təbii ki, uşaqlar mütləq qara cisim ideallaşdırılmış bir modeldir. Məsələn, qurumu, qara kağızı, günəşi optik xassələrinə görə mütləq qara cisimə bənzətmək olar. Məsələn, uşaqlar, günəşli havalarda pəncərə şüşəsindən hansı ki otağın, yəni çöldən baxıldıqda qaranlıq görməsinin səbəbi də odur ki, işıq şüası düşür otağın içərisinə və çoxlu səthlərdən qayıdır və kənara çıxmır. Ona görə də həmin cisim qara sistem kimi, yəni qaranlıq görünür. Deməli, uşaqlar, işıq enerjisinin tezlikdən asılı qrafikini çəksək, baxın, sıfırdan başlayaraq belə bu qiymətlərdir. Bu növdən asılıdır. Fikir verirsiniz, müəyyən bir qiymət aldı və həmin o qiymət çox da böyük deyil. Amma temperaturu artırdıqca bu tezlik, uşaqlar, tezlik də artır, enerji də artır və baxın, bu maksimum buraydı. Maksimum nədir? Biraz daha sürüşdü. Deməli, temperaturun artması ilə enerji də artdı, amma dalğa uzunluğu isə deyirik, azaldı. Yəni, tezliyi artır, dalğa uzunluğu bunlar bir-birinə tərs asdı. Dalğalarsa qısalır. Məsələn, qızdırılan bərk cisim əvvəlcə qırmızı rəngdə olur, yəni fikir verimiz bəlkə metal qızdırırıq. Metal qızanda qırmızı rəngdə, sonra narıncı, daha sonra isə ağ rəngə çevrilir. Bu isə o deməkdir ki, tezlik artır, dalğa uzunluğu isə azalmış olur. Deməli, uşaqlar, baxın, elektron nüvə ətrafında bilir ki, təzyiqlə hərəkət edir və təzyiqlə hərəkət edən yüklü zərrəciklərdə demişdik ki, elektromaqnit dalğası neyinir? Şüalandırır. Belə bir sual çıxırdı ki, onda elektron nəyə görə enerjini daima şüalandıraraq özü, yəni enerjisini itirib nüvə üzərinə düşmür? Bu Planck hipotezidir uşaqlar. Planck hipotezini belə də demək olar, atomlar elektromaqnit enerjisini ayrı-ayrı porsiyalarla kvantlar şəklində şüalandırır. Bu olacaq artıq Planck hipotezi. Deməli, uşaqlar, kvantın enerjisi Y hərfi ilə işarə olunur. Kvantın enerjisi. Y hərfinə işarə olur və düsturu H vurulsun nüdür. H burada uşaqlar Planck sabitidir. Planck sabiti Y böl nüyə bərabərdir və vahidi olacaq joule bölünsün hertz və ya joule vurulsun saniyə. Uşaqlar, Planck sabitinin qiyməti təcrübələrlə müəyyən olunmuşdur və qiymətin təxminən 6,63 vurulsun 10⁻34 joule vurulsun saniyəyə bərabərdir. Einstein də deməli, Planckdan daha irəli gedərək dedi ki, yalnız işığın atomlar tərəfindən buraxılması diskret xarakter daşımır. Yəni, şüalanma yalnız diskret xarakter daşımır. Yəni bu diskret formaya malik olmuş şüalanma yox. Həmçinin işığın yayılması və udulması da deməli, diskret xarakter daşıyır. Yəni, bunlar da yenə porsiyalar şəklində baş verir. Einsteinə görə elektromaqnit şüalanması o cümlədən işıq zərrəciklər selindən ibarətdir. Zərrəciklər selindən ibarətdir. Deməli, bu oldu artıq Einsteinin nəzəriyyəsi.
Deməli, uşaqlar işıq zərərçəkləri foton adlandırılır. Fotonlar real və virtual ola bilər. Real və virtual olmaqla iki yerə bölünür. Real fotonlar elektromaqnit şüalanmasının enerji daşıyıcıları olan elementar zərərçəklərdir. Virtual fotonlar isə elektromaqnit qarşılıqlı təsirin daşıyıcılarıdır. Elektromaqnit qarşılıqlı təsirdə olan yük zərərçəklərdən biri foton buraxır, digəri isə onu udur. Bir zərərcikdən digərinə enerji və impuls fotonlarla daşınır. Deməli, foton həm enerjiyə, həm də impulsa malikdir. Fotonun enerjisi uşaqlar H-nü, nünün də yerinə yaza bilərik. HC bölünsün lambda. HC bölünsün lambda. Lambdanı yazırıq lambda 0. Ona görə ki, C bölü lambda 0 yazmaq lazımdır. Vakuumda olduğuna görə lambda yox, lambda 0 yazırıq. Daha sonra uşaqlar Y bərabər H, baxın xətt qoyuram, vurulsun omega. Bu H üstündə xətt yeni Planck sabitidir. Yeni Planck sabiti deməli bərabərdir. Planck sabiti bölünsün 2pi-yə. Bunun da qiyməti təxminən 1,5 vurulsun 10 üstü mənfi 34 joule vurulsun saniyəyə bərabərdir. Joule vurulsun saniyəyə bərabərdir. Fotonun impulsunu isə yazsaq, sonra Y bərabərdir P vursa. Deməli, buradan P bərabərdir Y böl C-yə. Y-nin də yerinə HC böl lambda 0 yazsaq, alarıq ki, P bərabərdir H bölünsün lambda 0-a. Mütləq bunları da əzbər bilməyiniz lazımdır. Əgər biz bura uşaqlar bilirdik ki, lambda nəyə bərabərdir? Lambda 0 bölünsün, yəni mühitə keçdikcə dalğa uzunluğu mühitin sındırma əmsal dəfə sürət, mühitin sındırma əmsal dəfə dəyişirdi. Olacaq. Deməli, H bölünsün, lambda bölünsün. Yəni, deməli, impulsun enerjiyonda mühitə keçdikcə artacaq. Bir də uşaqlar bir mühitdən digər mühitə keçəndə yenə tezlik period dəyişmir, amma bununla yanaşı tezlik dəyişmədiyinə görə enerji də dəyişməyəcək. Amma dalğa uzunluğu ilə sürət mühitin sındırma əmsal dəfə azalırdı. Şimdi fotonun xassələri nələrdir? Foton sərbəst halda foton davamlı zərrəcikdir. Davamlı zərrəcikdir. Daha sonra foton uşaqlar elektrik cəhətdən neytraldır, yəni yükü yoxdur, kütləsi, sükunət kütləsi yoxdur, sükunətdə foton olmur, foton yarananın hərəkətidir. Fotonlar bir-biri ilə elektrik və maqnit sahələri ilə qarşılıqlı təsirdə olmur. Elektrik və maqnit sahəsində ümumiyyətlə meyl etmirlər. Elektrik və maqnit sahəsində meyl etmir və bir-birlərində də qarşılıqlı təsirdə olmurlar. Daha sonra dördüncü, foton enerjisi şüalamanın tezliyi ilə, baxın düsturumuz nə idi? H-nın tezliyi də düz, dalğa uzunluğu ilə isə dediyi necə asılıdır, tərs mütənasib asılıdır. Bunlardakı düsturum verdik. Daha sonra fotonun 5-ci, istənilən ətalət hesablama sistemi nəzərən sürəti eynidir və vakuumda sürəti C bərabər 3/18 metr böl saniyə sürət deyilir. C işığın vakuumdakı sürəti və ən böyük sürətdir uşaqlar. Deməli, uşaqlar foton impulsa malikdir. Bu xassələri əlavə eləyə bilərsiniz. Ayrıca nəyi? Elektromaqnit dalğasının bir mühitdən digər mühitə keçəndə tezliyi, enerjisi dəyişmir. Sürəti və dalğa uzunluğu isə, belə yazaq, və lambda isə mühitin sındırma əmsalı dəfə neynirlər? Vakuumla mühitə keçdikcə azalırlar. Fotoeffekt hadisəsi, fotoeffekt qanunları və Stoletov təcrübələrinə fikir verək. Deməli, uşaqlar elektromaqnit şüalamasının təsiri, maddenin elektron qoparılması işığın təsiri ilə maddədən, metaldan elektron qoparılması, metaldan elektronların qoparılması adlanır fotoeffekt. Fotoeffekt, yəni işığın təsiri ilə deməli elektronların qoparılması adlanır fotoeffekt hadisəsi. Amma fotoeffekt hadisəsinin baş verməsi üçün müəyyən qanunlar var, onlar mütləq ödənməlidir. Birincisi uşaqlar baxaq Stoletov təcrübəsinə. Deməli, Stoletov təcrübəsində nə baş verdi? Deməli, daxildən hava çıxarılmış şüşə qabda katod və anod yerləşdirilir. Məsələn, baxın, belə bir şüşə qabımız var. Baxın, buradan işığın düz düşdüyü yerdə, baxın, buradan işıq şüası düşür və burada kvarts şüşədir. Uşaqlar nəyə görə kvarts şüşədir? Adi şüşə deyil. Çünki adi şüşə ultrabenefşə şüaları buraxmır, amma kvarts şüşə isə ultrabenefşə şüalar həssasdır, yəni onun üçün şəffafdır. Onları da buraxır. Deməli, burada baxın, düşdüyü yerdə katod var. Katodun üzərinə gəlib düşürlər. Daha sonra bura katod qoyulub. Bu hissədə isə anod var. Baxın, bu hissədə isə anod var. Hansı ki, həmin çıxan elektronlar gəlib anoda doğru hərəkət eləməlidir. Bu belə. Daha sonra uşaqlar burada nə yerləşdirirlər? Voltmetr yerləşdirir, potensiometr. Baxın, burada ampermetr yerləşdirir. Daha sonra burada bir potensiometr var. Cəryan mənbəyi var uşaqlar burada. Bura bir müsbət qoyaq, burada mənfi qoyaq.
Bura bir potansiyometr qoyaq. Aha, dövrdə gərginliyin olmasına baxmayaraq dövrdən cərəyan keçmir. Cərəyan şəddinin qiyməti ampermetrin göstəricisi 0-a bərabərdir, amma işığın təsiri ilə katoda təsir göstərildikdə katodda artıq elektronlar çıxır. Həmin mənfi yüklü elektronlar müsbət yüklənmiş anda doğru hərəkət edirlər. Deməli, burada cərəyan yarandı. Deməli, işığın təsiri ilə katoddan elektronların qoparılması hadisəsi fotoeffekti idi və yaranan cərəyan olacaq foto cərəyan, çıxan elektronlar da olacaq foto elektronlar. Deməli, uşaqlar nə baş verir? Gərginliyin artması ilə həmin o foto cərəyanın da qiyməti başlayır artmağa. Amma müəyyən bir qiymət gəlib çıxır ki, artıq cərəyan şiddəti dəyişmir. Bu cərəyan şiddətləri doyma cərəyan şiddəti və düsturu n-yə bölünsün t-dir. Vahid zamanda çıxan elektronların sayına bərabərdir. Doyma bərabər n-yə bölü t və bu artıq gərginlikdən asılı deyil. Deməli, uşaqlar, bunun burada başqa. Əgər biz dövrədə gərginliyi kəssək, o bərabər 0 olsa belə, işığın təsiri ilə görəcəyik ki, burada fotocərəyan yaranmış olacaq. Yəni, fotocərəyan var, gərginlik olmasa belə. Daha sonra, əgər biz dövrəyə əks gərginlik versək, katodu müsbətə, anodu mənfiyə birləşdirsək, əks gərginlik verdikdə dövrədə yenə cərəyan keçir, amma müəyyən bir qiymətdə, gərginliyin müəyyən bir artımında cərəyan 0-a bərabər olmuş olacaq. Həmin o gərginlik saxlayıcı və ya ləngidici gərginlikdir. Saxlayıcı gərginlik, əgər gərginlik ona bərabər olarsa, artıq orada fotocərəyanın qiyməti 0-a bərabər olmuş olacaq. Deməli, uşaqlar, fotoeffektin baş verməsi üçün müəyyən bir şərtlər var. O şərtlər nələrdir? Deməli, mütləq düşən işığın tezliyi fotoeffektin qırmızı sərhədinə uyğun olan tezlikdən böyük və ya bərabər olmalıdır və ya dalğa uzunluğu kiçik bərabər olmalıdır. Bəs bu qırmızı sərhədlər nədir uşaqlar? Bu qırmızı sərhədlər fotoeffektin baş verdiyi minimal tezlik və ya maksimal dalğa uzunluğudur. Məsələn, tutaq ki, görünən işıq oblasına baxsaq, amma yəni yuxarıda olan bütün elektromaqnit dalğalarını götürsünüz, elektromaqnit dalğanın şkalasına hər birinə baxa bilərsiniz. Məsələn, radio dalğalardan başlayırıq, gəlir mikro dalğalar, infra, görünən içində qırmızıdan bənövşəyə kimi hər biri var. Daha sonra var rentgen, ultrabənövşəyi, rentgen, bir də qamma şüalama. Tutaq ki, deməli uşaqlar təsəvvür eləyək ki, yaşıl işıq göndərildikdə fotoeffektasiyası baş verir. Yəni elektronların çıxması yuxarıda olan bütün işıqlar göndərilməyə baxmayaraq çıxmayıb, amma yaşıl işıq göndərildikdə çıxırılıb. Bu adlanır qırmızı sərhəd. Yaşıl işıqdan aşağıda olan bütün işıqlara artıq göndərdikdə fotoeffektasiyası baş verir. Yəni ondan böyük tezliklərdə fotoeffektasiyası baş verəcək. Sadəcə nü minimum olduqda çıxan elektronların kinetik enerjisi 0-a bərabər olur və ya lambda bərabər, lambda maksimal olduqda çıxan deməli elektronların, fotoelektronların kinetik enerjisi 0-a bərabər olacaq. Daha sonra fotonların bu uşaqlar deməli elektronu metaldan çıxarmaq üçün lazım olan minimal enerji çıxış işi adlanır. Çıxış işinin düsturu H minimum və ya HC bölünsün lambda maksimala bərabərdir və çıxış işi heç nədən asılı deyil, yalnız metalın növündən asılı. Minimum da açılışdan düz, lambda maksimalsa açılışdan tərs asılı və başqa heç nədən asılı deyirlər, metalın növündən asılıdırlar. İkincisi, kinetik enerji düşən işığın intensivliyindən asılı olmayıb, onun tezliyi ilə düz mütənasib asılıdır. Üçüncü uşaqlar, fotocərəyanda deməli doyma cərəyan şiddəti və ya fotoelektronların sayı onun intensivliyindən düz mütənasib asılıdır. Yəni doyma cərəyan şiddəti saydan və intensivdən üçü də bir-birindən düz mütənasib asılıdır. Fotoeffekt üçün Einstein tənliyini yazaq. Einstein tənliyimiz var. Deməli, foton üzərinə göndərilən metal üzərinə göndərilən fotonun enerjisi onun kinetik enerjisinə, yəni fotoelektronların kinetik enerji almasına və çıxışına sərf olunur. Deməli, uşaqlar, əgər burada fotonun yerinə tezlik olan düsturu yazmaq istəsə, yazmalı H bərabər, kinetik maksimal, üstə gəlinsin, A çıxış və yenə də minimumla yazmaq istəsə, A çıxışın yerinə H minimum. Yəni, demək istədim odur ki, burada fotonun yerinə H və ya HC bölünsün lambda yaza bilərsiniz. A çıxışınsa yerinə H minimum və ya yaza bilərsiniz HC bölünsün lambda maksimal. HC bölünsün lambda maksimal. Kinetik enerjinin maksimal qiymətinin yerinə nə yazmaq olar? MV maksimalın kvadratı bölü 2 və P kvadrat maksimal bölünsün 2M yaza bilərsiniz. Aha, bu da oldu kinetik enerjinin düsturları. Daha sonra uşaqlar,
Buradan məsələn kinetik enerjini tapmaq istəsə Y fotondan A çıxışı çıxmaq lazımdır və s. Bir də uşaqlar gərginliyin verilən qiymətlərini asırıq. Əgər bizə düz gərginlik verilibsə dövrədə, düz gərginlik varsa onda Y foton üstə gəlinsin YU, həmin o düz gərginlik bərabərdir kinetikin maksimalı üstə gəlinsin A çıxış. Deməli uşaqlar onsuz da fotonun enerjisi elektronlara bir kinetik enerji vermişdi. Anoda həmin sürətlə gedirdilər. Əgər biz ona düz gərginlik versək sürəti artırmış olarıq. Yox, əgər əks gərginlik veribsə, əks gərginlik vermək nə deməkdir? Katodu müsbətə, anodu mənfiyə birləşdirib, yəni tərs keçid baş verib burada. Onda Y foton çıxılsın YU bərabər Y kinetik maksimal üstə gəl A çıxış. Artıq sürətimizi foton deməli enerji, işıq enerjisi, yəni foton enerjisi elektronlara bir sürət vermişdi, amma biz əks gərginlik verməklə həmin sürəti azaltdıq. Əgər bizim verdiyimiz gərginlik saxlayıcı gərginliyin özünə bərabərdirsə, artıq kinetik enerji orada sıfıra bərabər olur, yəni Y foton çıxılsın YU saxlayıcı bərabər olur A çıxışa. Deməli, buradan belə bir nəticə alır ki, saxlayıcı gərginliyin qiyməti kinetik enerjinin maksimal qiymətindən asılıdır. YU saxlayıcı, onda ifadəmiz belə olacaq. Y foton bərabər olacaq. YU saxlayıcı üstə gəlsin A çıxış. Yəni kinetikin yerinə elə bilin ki, yazırsınız YU saxlayıcını. Aha, bu da belə uşaqlar. Yenə bu ifadəni MV maksimal kvadrat böl 2-yə, MV maksimal kvadrat bölünsün 2-yə və P kvadrat bölünsün 2-yə bərabər edib hesablamalarınızı apara bilərsiniz. Uşaqlar, gəlin qrafiklərimizi çəkək. Məsələn, kinetik enerji dedik ki, bərabərdir Y foton çıxılsın A çıxış. Y foton H-nüdür. A çıxış isə H-nü minimumdur. H-nü çıxılsın H-nü minimum. Gördüyümüz kimi kinetik enerji nü ilə düz mütənasib asılı, amma burada bir mənfi nöqtəmiz var. Gəlin qrafikimizi çəkək. Kinetik enerjinin nüdən asılı qrafikini çəkirik. Mənfidən başlayır və nü ilə kəsişir. Nü ilə kəsişləyir. Nü minimum. Minimal qırmızı sərhəddə uyğundur və bu mənfidən başladığı yer isə mənfi A çıxışa uyğundur. Daha sonra uşaqlar, lambdadan asılı qrafikini çəkmək istəsək, deməli, Y fotonun yerinə HC bölü lambda, çıxışın da yerinə HC bölünsün lambda maksimal çəkirik və buradan görürük ki, lambda ilə tərs mütənasib asılıdır. Ona görə də qrafikimiz tərs asılığın qiyməti, amma hansı nöqtə ilə kəsişən yenə həmin qiymət lambda maksimalı bizə vermiş olacaq. Burada Y kinetikin maksimalının yerinə YU da yaza bilərsiniz. Eyni ifadələrdə H-nü çıxılsın H-nü minimum və ya HC bölünsün lambda çıxılsın HC bölünsün lambda maksimal almış olaraq. Yenə qrafikini çəksək, eyni kinetik enerjidə kim olacaq? Yanından çəkəcəm. Oxşarlığı görəsiniz. Onun nüdən asılığı. Bura yenə nü minimumdur və ya elə Unu burada lambda ilə çəkirəm. Sadəcə fərq nədir? Burada A çıxış yazmışdıq, amma bura A çıxış yaza bilmirik. Çünki onun vahidi voltdur, amma enerjinin vahidi jol olduğuna görə yazmışdıq. Burası yazırıq. Mənfi A çıxış bölünsün Y. Yəni voltu almaq üçün A çıxış bölünsün Y yazırıq. Deməli, bu qiymət A çıxış bölünsün Y-yə uyğundur. Daha sonra uşaqlar, sürətin əgər tezlikdən asılığını çəkmək istəsək, baxın, düsturunuz belə idi də, H-nü çıxılsın H-nü minimum. Kinetik enerjinin yerinə MV maksimal kvadrat böl 2 bərabər bu ifadə yazsaq, gör ki, V bunlardan artıq əgər V-ni tapmaq istəsək, ifadələrin hər biri nəyə düşəcək? Kök altına. Deməli, bunlardan kök altı kimi asılı. Baxın, yenə də həmin qrafiki burada çəkirəm. V-nin və impulsun nüdən asılığı kök altı. Yenə bu nöqtə nü minimum. Lambdadan asılığı isə uşaqlar yenə YU olduğu kimidir. Sadəcə bilmək lazım ki, kök altı asılıdır. Bilirik ki, tərs asılıq tərs olduğuna görə elə olduğu kimi də qalacaq. Bu oldu uşaqlar sizin qrafikləriniz və fotonun tənlikləri, fotoeffekt tənliklərimiz. Daha sonra uşaqlar, gəlin cəryan şiddətinin gərginlikdən asılıq qiyməti qrafikini çəkək. İ'nin U'dan asılığı. İ'nin U'dan asılığı. Deməli, dedik ki, U'nun qiyməti 0 olsa belə, burada bir cəryan yaranırdı. Çünki işığın təsirlə katoddan elektronlar çıxarılırdı. Və müəyyən bir artımında demişdik, cəryan şiddəti dəyişmir. Həmin cəryan şiddəti doyma cəryan şiddətidir. Hansı ki, asılı idi yalnız saydan və intensifikdən bu üçü bir-birindən asılı idi. Aşağı nöqtəmiz, yəni tərs gərginlik verildiyi uşaqlar, baxın, bu hissə U saxlayıcı uyğundur. U saxlayıcı olduqda artıq cəryan keçmir, cəryan sıfıra bərabər olur. Aşağı nöqtədən bəs nələr təyin edə bilər uşaqlar? Kinetik enerjini, tezliyi, dalğa uzunluğunu, sürətin kvadratı, impulsun kvadratı. Uşaqlar, nəyə görə belə yazdım? Yəni, necə görürsünüzsə aşağıdakılar bir-birindən el asılıdır və yuxarıdakılardan asılı deyirlər. Həmçinin yuxarıdakılar bir-birindən düz, aşağıdakılardan da asılı deyirlər. Əlavə olaraq uşaqlar, bir də yazıq Y foton bərabərdir. Y kinetik üstə gəl A çıxışdır. A çıxış bunlardan asılı olmasa da digər kemiyyətlər A çıxışdan asılıdır. Məsələn, Y kinetik buradan bərabərdir. Y foton çıxılsın A çıxış. Metalı dəyişib başqa metalın əvəz etsək, foton enerjisini dəyişməsək, kinetik enerjimizdə nə edəcək? Qarşısında mənfi olduğuna görə bunu artırsaq, bu nə edəcək? Azalmış olacaq, əgər foton sabit qalıbsa. Fotoeffektin uşaqlar, fotoeffektin növləri.
növləri. Fotoeffektin növləri. Var daxili fotoeffekt. Daxili fotoeffekt uşaqlar yarım keçirici deməli fotoelementdə olur. Yarım keçirici fotoelement. Bu nə deməkdir? Yəni yarım keçirici fotoelementdə işığın təsiri ilə yarım keçirici təbəqənin daxilində elektronlar sərbəst hala keçir. İkinci xarici fotoeffekt. Xarici fotoeffektə uyğundur vakuum fotoelementi. Vakuum fotoelementində isə metal işığın təsirinə elektronlar xarici mühitə keçir. Yəni metalı tərk edərək xarici mühitə keçmiş olurlar. Daha sonra üçüncü ventil fotoeffekti. Deməli, elektrik sahəsinin təsiri olmadan yalnız işığın təsiri ilə iki yarım keçirici təbəqə arasında və ya yarım keçirici ilə yarım keçirici metal arasında işığın təsiri ilə baş verən deməli fotoeffekt hadisəsidir. Həmin fotoeffekt hadisəsində də EHQ, elektrik hərəkət qüvvəsi yaranmış olacaq. Bu da ventil fotoeffektidir. Dördüncü uşaqlar nüvə fotoeffekti. Nüvənin çox qısa dalğalı deməli şüalanmanın çox qısa dalğalı şüanın udması nəticəsində oradan proton və neytronların buraxılması hadisəsi nüvə fotoeffekti adlanır. Daha sonra fotoeffektin tətbiqləri, fotoeffekt hadisəsinə əsaslanan cihazlar çimmənin lazımi ölçüdə olmasını adamdan daha yaxşı nəzarət edir, mayakları, gecə lampaları vaxtında yandırıb söndürür. Daha sonra uşaqlar əl yuduğumuz kranlarda əlimizi oraya yaxınlaşdırarkən suyun gəlməsi, əlimizi çəkəndən suyun kəsilməsi və s. bunları misal göstərmək olur. Uşaqlar bir də əlavə olaraq Compton effekti haqqında, bir də Compton effekti və De Broglie dalğalar haqqında danışmaq istəyirəm çox qısa. Compton effektinin hansı nəticələri çıxır? Foton sərbəst elektronla elastik toqquşması zamanı ondan səpilir. Deməli, səpilən foton enerjisi azaldığından onun tezliyi də azalmış olur, nü' kiçik olur nü'dən, amma dalğa uzunluğu isə λ' böyük olur λ'-dan. Yəni dalğa uzunluğu artmış olur və həmin o dalğa uzunluğu düşən şüanın dalğa uzunluğundan asılı deyil, yalnız fotonun səpilmə bucağı ilə təyin olunur. Bu belə uşaqlar. Bir də ki, burada impulsun saxlanma qanunu ödənir. Deməli, nə baş verdi? Foton elektronla elastiki toqquşmaya məruz qalaraq ondan səpilir. Səpilən fotonun tezliyi və enerjisi azalır, dalğa uzunluğu isə artır. Həmin o impulsun saxlanma qanunu ödəyi burada ödənir. Daha sonra səpilən fotonun dalğa uzunluğu düşən dalğa uzunluğundan asılı deyil, yalnız səpilmə bucağından asılıdır. Bu oldu Comptondan çıxan nəticələr. Daha sonra De Broglie dalğaları. De Broglie dalğaları uşaqlar. Broglie bunu dualizm xassəsinin maddənin bütün zərrəcikləri elektron, proton, neytron və atomlarda xas ola bilmə fərziyyəsini irəli sürür. Onun ideyasına görə əgər hər bir zərrəcik H-nı enerjiyə və impulsa P bərabər H bölü lambda impulsuna malikdirsə, ona dalğa kimi baxmaq olar. De Broglie nəzəri əsaslandırdığı bu fərziyyə aparılan eksperimentlərlə təsdiqləndi. Maddə zərrəciyi olan elektronun dalğa xassəsini aşkarlamaq üçün elə cihaz tələb olunur ki, onun həndəsi parametrləri elektron dalğasının uzunluğu tərtibində olsun və bu cihaz da düzəldildi. Dalğa uzunluğunun bu qiyməti kristal qəfəslərdə atom arası məsafə tərtibindədir. Ona görə də aparılan eksperimentlərdə kristal qəfəsdən keçən elektron dəstəsi interferensiya və diffraksiyası aşkar edilir. Beləliklə, təbiətin ən mühüm qanunlarından biri materialın dalğa korpuskul xassəsinə malik olması həm nəzəri, həm də eksperimental olaraq təsdiqlənmiş oldu. Sağ olun uşaqlar.